Baxın, sizdə deməli polikistik yumurtalıq sindromu var. Bu qadınlarda ən çox rast gəlinən hormonal pozğunluqlardan biridir. Və belə hallarda pasientlərdə ən çox da saç yağlanmaları və adət pozğunluqları, hətta ola bilsin ki, adət pozğunluğu nə mənada? Məsəl üçün bir neçə aydan sonra olması belə və ya ümumiyyətcə heç görməməsi adət halını. Bax, bunlar hamısı polikistik yumurtalıqların deməli sindromudur ki, hansı ki qadınlarda androgen deməli adlanan hormonların artması ilə baş verir bu səbəbdən və əlbəttə ki, siz bunları artıq müşahidə etmiş olursunuz. Bizim də ki, verəcəyimiz analizlər onlardır ki, biz mütləq LH, FSH nisbətlərini mütləq yoxlamalıyıq, mütləq testosteronu, məsəl üçün prolaktini mütləq yoxlamalıyıq. Bax, bunların hamısı normal dəyərləndirilməlidir, bütün analizlərin cavabları götürülməlidir və əlbəttə ki, sonuç olaraq da axırda sizə müalicə yazılacaq. Mütləq polikistozun müalicəsi olmalıdır ki, adət halını vaxtında görə və bunu biz nəticə olaraq yəni əldə eləyirik daim olaraq. İnşallah ki, düşünürəm sizə xeyrini görərsiniz. İnşallah.